uşaq dünya gətirmək nola düşübdür. Yaşayış nola düşübdür. Çörək tapa bilmirlər. Bundan artıq genosid hardan axtararsınız siz? Bu kulturlu genosiddir, kulturlu. Üzə gülə-gülə məhv eləyirlər adamları. Akif, Belə olmaz. mən belə fikirləşirəm ki, bunun bu yağış yağmağın özü də bir genosiddir. Özləri qəsdən belə eləyirlər ki, camaat beşsin, dəyər dəyməzinə nəyi varsa satsın getsin. Çıxardırlar milləti, çıxardırlar. Mən sənə bax. Necə olur qardaş? Şeydə nədir o? Nabranda Xəzər dəniz qulağının dibindədir. Nabranı su basır. Ay Bakını su basır. Ay nə bilim Xırdalanı, Sumqayıtı su basır. 5 addımdır da Xəzərlə arası. Bir şərait yaradın, bu yağış suları Xəzərə getsin, tökülsün də. Yəni bunu mən belə fikirləşirəm ki, bilərəkdən eləyib Bakını boşaldırlar. Onsuz da bu neft gəlirlərindən, bu qızıl yataqlarından, bu qazdan, bu sokardan xalqa heç nə verilmir. Nə verməyəcək? Müəyyən bu Azərbaycan kütləsi ki qalıb, onları da boşaldıb rəhmətli Vidadi deyirdi, Azərbaycanda Kürdistan yaradacaqlar. Kürd bayrağını da qaldıracaqlar qardaş. Vəssalam, Azərbaycan adında bir məmləkət qalmayacaq. Çünki bu məmurların əksəriyyətinin arvadı, Zabit Qurbanovun anası erməni. Keçmiş Sosial Müdafiə Naziri, indi Maliyyə Naziri Sahil Babayevin nənəsi erməni. Sonra Ramiz Mehdiyevin özü arvadı erməni. Qardaş, ermənilərlə, Yezidi Kürdlərlə, Bəylər Əyyubov Yezidi Kürd. Hakimiyyəti alıblar ələ. Bir qazinin problemini həll eləmirlər. İndi qazilər qalıb qırağa. Minlərlə, 10 minlərlə, milyonlarla insanın evlərini su bastı. İlham Əliyevin etvezinə də deyir, gedib Gürcüstana. Fövqəladə Hallar Nazirliyi yox. Baxırsan, nə bilim, şou göstərirlər, polis sunun içində yol göstərir. Sunun içində polis nə yol göstərir? Bu sunun içindədir də. Hər şeyi şou edirlər, hər şeyi bağlayırlar, təbii fəlakət, nə bilim, normadan artıq yağdı yağış. Yağdı yağış, deməli, onda normadan həmişə artıq yağanda Azərbaycan elə göz gününə qalacaq. Bunun qabağını almaq yoxdur. Keçən illəri yağış yağdı, 7-8 nəfəri apardılar, bastırdılar. Gizlin, Hövsanda mən dedim ki, yağışdan. İndi bu yağışdan, bu fəlakətdən nə qədər adam evində, nə qədər boğmuş, nə qədər narkoman, nə qədər sahibsiz adamlar dünyasını dəyişib. Bunu gizlədəcəklər. Nə qədər minlərlə, 10 minlərlə heyvanlar sunun altında qalıb dünyasını dəyişib. Onların ağzı yoxdur ki, TikTok atsın, göstərsin. Heyvanlar nə qədər qırıldı, tələf oldu. Yazıq deyir bu Azərbaycana bu qədər zülm edir. Bunun hələ fəsadları bu su quruyandan sonra bu ifunət, bu ölmüş heyvanların leşlərinin iyisi, nə bilim, bu indən belə bu sezon gəlir, bu günləri yaz gəlir, artıq bahar gəlir, şey olmalıdır, ağaçlar çiçəklənir, bütün meyvələr getdi, bütün əkin-biçin sahələri göz gününə qaldı. Azərbaycanın axırı nə olacaq? Bir tərəfdən də sərhədlər bağlı, heç yerə çıxmağa imkan vermirlər. Azərbaycanda qiymətlər od qiymətlər. Bu millət nə eləməli? Bir yolu var, üsyan eləmək. Qardaş, bircə yolu var. Əfqan Sadıqova dəstək yox, özünə dəstək ol, çıx meydana. Acından öləcəksən. Pandemiya, bu indi 1000 dənə xəstəlik yaranacaq bu şeylər, heyvanların bu ölümündən. Onsuz da sənin suyun içməli dördü, qidan götdü, başlı dördü. Bu şeyin fəsadları çıxacaqdır. Və o kanalizasiyaların üzə çıxmağı, kanalizasiyalar ön sabah iyi qoxu basacaq bütün Bakını. Mən deyirəm də, həmişə demişəm, Azərbaycan boşalır nəyə görə? Məmurların, hər bir məmurun, hər bir deputatın öz küçüklərindən başqa, öz küçüklərindən. Qohum əqrəbələri. Kanalizasiyanın içərisindən baxıram, Xırdalanda video paylaşıblar. Xırdalan şəlaləsi deyirlər. Kanalizasiyanın içərisindən sidiyin, poxun hamısını abratını vurur. Bütün küçələrdə, bütün Azərbaycan bugün kanalizasiya, poxun püsünün, o ifunətin içərisində yaşayır. Orada həmin o özünü tanımayan millət vəkilləri də var. Özünü tanımayan trollar da var. Siz də o şeydən əziyyət çəkirsiniz də. Bəsdir də bu İlham Əliyevi bu qədər qaldırdınız dağın başına da. Bəsdir də İlham Əliyev güya olmasa Azərbaycan batar. Bütün bunun, əgər Azərbaycanın bu günləri hər şeyini İlham Əliyevə bağlayırsınızsa, bu gün Azərbaycanın 4 günlə qalmağının da səbəbkarı